qaçırmanın növündən asılı olaraq əməliyyat texnikamız, müalicə texnikamız dəyişə bilər. Deməli, pasiyentimizdə sidik qaçırma askıranda, öskürədik və cinsi əlaqə zamanı qaçır. Bunun əlbəttə bir mənalı şəkildə müalicə yöntəmi ancaq meş əməliyyatıdır, yəni tot əməliyyatıdır. Baxın, bu alətlə giririk, obturator dəlikdən ora bir meş yerləşdiririk. İndi sizə meşi də göstərəcəm mən. Setkanı, əlbəttə ki, bəli, meş əməliyyatı edib, bununla bir sidik qaçırmanı sonlandırırıq. Və əgər qadının uşaqlıq yolu sallanıbsa, ön divarı, mütləq qaydada onu toparlayırıq, ön kalparaf edirik. Və bəzən yalancı sidik qaçırmalar hətta arxa divarın sallanmasına bağlı ola bilər. Ona görə də mütləq qaydada arxa divarda rektasiya varsa, onu da bərpas edirik ki, yalancı sidik qaçırmalar olmasın. Və bir də gələk urgen sidik qaçırmaya. Bu necə tipli sidik qaçırmada? Pasiyent özünü sidik qaçırmasını askırıb öskürədir, çatdırmama tipli. O zaman da əməliyyatla bərabər